UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Dacia ilə səfər oyunu üçün bugün Moldovaya gələn Kəpəzin baş məşqçisi Şahin Diniyevin qarşıdaşı görüş öncəsi mətbuat konfransı keçirilib. Çalışdırıcı Jolly Allen mehmanxanasında yerli və Azərbaycanlı media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb. Приветствую вас. Как вы знаете, что первая игра. Hamınızı salamlayıram. Düşünürəm ki, Bakıda keçirilən oyun həm azarkeşlər, həm də jurnalistlər üçün baxımlı olmuşdu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. İlk yarıda bizim qol vəziyyətlərimiz daha çox olmuş, ikincisi də üstünlük rəqibin tərəfinə keçmişdi. Hardasa heç-heçə ədalətli nəticə idi. Onu da demişdim. İndi bir daha söyləmək istəyirəm. Cütün taleyi Kişinyovda həll olunacaq. Komandalar bir-birinə layiqdirlər. Çünki güclər bərabər səviyyədədir. Evdə Dacia daha yaxşı oynamağa çalışacaq. Biz də əvvəlcədən əlimizi yanımıza salıb təslim olmayacağıq. Meydanda gərgin mübarizə olacaq. Tərəflərin tur keçmək şansı eynidir. Оба команда очень близко переходит на второй тур. Mərhələ keçsək, bu mənim qarşıdan gələn 50 illik yubileyimə futbolçular adından ən böyük hədiyyə olacaq. Я думаю, что это будет для меня самым большим подарком. Hazırlıq üçün vaxtımız az olub. Qısa zaman kəsiyində hər tərəfli hazırlaşmaq, ideal forma yığmaq, oyun təcrübəsi qazanmaq çətin olar. Moldovada futbol oynamışam. Burada yaxşı günlərim olub. Unutmadığım məşqçilər, komanda yoldaşlarım var. Kişinyov mənə çox doğmadır. Очень много хороших воспоминаний об Кишиневе.